Alo. Akşamın xeyir olsun. Her vaktin xeyir. Canlıdayıq Zaur. Eşidirsən, sən canlı deyilsən, mənim də verilişimdə afətlə düzünə. Vəfa sənə iPhone 17-ni haçan alıb? Onu de görüm hələ bəhər başdan. Mənə bir Vəfa 17 almayıb. Aha. İki, mən... Özün efirdə dedin. Özün mənə dedin. Mən də burada deyirəm, ən cındır aparıcı kimdir ay dostlar? Ham yazır Zaur. Hansı Zaur ay dostlar? Sən efirdə demirsən ki, mən demirəm ha Zaur. Mən deyirəm ən cındır aparıcı kimdir? Yazırlar Zaur. Allah'ın olsun gir bax. Çox yer onu yazan. İndi qulaq as, ayrı şey deyirəm. Efirdə sən demirsən ki, güya mən səni Floranın yanına göndərmişəm. Niyə yalan deyirsən? Sən özün dedin ki, bu işi mən həll etdim. Dedim, 10 min uduzmuşam. Kimin yanına? Sən efirdə nə demirsən? Bilmədən, bildin. Yox, efirdə nədə? İndi mənə Mamit dedi. İşdirsən mənə. Mən sənin o oyun oynadığın adamlar deyiləm. Mən heç kimlə oyun zadı oynamıram. Açıq-aşkar danış mənlə. Verilişə bax, sonra danış da. Bax, yenə həmən kisə. Qulaq az. Yox, efirdə pričom afət Flora. Yox, qulaq az. Efirdə pričom afət Flora. Zaur. Flora Kərimovanın yox, heç kimin yanına göndərməmsən, göndərmərsən. İndi qulaq az, ayrı söz deyirəm. Onda bir dənə sual verirəm. Bircə dənə sual verirəm. Efirdə afət pričom, Flora pričomu məsələ bağlandı, getdi. 1 manat da vermədim. Verməyəcəm də. Bir də, nəyi verməyəsən? Bax, 10 min manat uduzmuşdum, 1 manat da vermədim, verməyəcəm də. Aymış, vermədən mənim Flora Kərimova. Onu efirdə... Mən udmamışam Flora Kərimova. Elə demirəm. Bir dənə sual verirəm, izləyicilər qulaq asır. Bir dənə sual verirəm. Bu da mənim verilişimdir də. Bunu yığarsan məni danışırsan. Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Eşidirsən məni? Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Çəkmə qətiyyən, qadağa qoyuram. Sizin o cındır efirləriniz mənə lazım deyil. Ged o Vəfa, o da sən. Davay. İndən belə. Davay. Nətər oldu, gördünüz? Mən yoxam efirdə, sən mənim adımı xeyr ola hallandırırsan. Kim də sənin verilişindəsə sədərəkdə bəzənib binədə çıxaram. Sizin verilişinizə tüpürüm mən. Kim sizə siz? İki arvad ona vurur, Şəbnəm mən sənə. Kimsə hələ sabahlar çəkəcəm videonu. Ateldi, burada olmaz qışqırıb danışmaq. Kimsən sən? Və sən verilişin reyting yığacaq deyə ona, buna. Vəfa buna qayıdıb deyirmiş ki, Zaur o söhbəti sən də bilin. Sən niyə demirsən ki, bilmirəm? Sən nə söhbət bilirsən ki, başa düşmürəm? Hansı söhbət bilirsən? Show biznesdə ən əxlaqlı müğənnilərdən biri mənəm. Bir doğmamışam, namusla, qeyrətlə ərə getmişəm. Bu mənim başımın qaxıncıdır. Cındırlar deyirəm ha sizə. Cındır verilişiniz reyting yığacaq deyə. Çağırırsan ora cırımındırı. Get bax gör, dədə evində bədənini dədəsi yaşda kişiyə satan adam ora çıxardıb xanım eləyirsən. Ad çəkmirəm kimi deyirəm. Efirə çıxmamalıdır onlar. O çıxan efirə də mən çıxmıram o tipli. Dədə evində qız. Bədənini pula satan əxlaqsız fahişəni efirə çıxardıb ailə dəyərlərindən sual verirsən. Mən sənin efirinə çıxaram. iPhone 17'ye satdın sən. Sən özün mənə dedin ki, iPhone 17 alıb mənə. Birini də Şəbnəm göndərib dedin. Şəbnəmə də buradan deyirəm, utan öl yerə gir. O iPhone 17'ni Qazinin oğluna al göndər. Qaziyə al göndər. Qoy hələ Şəbnəmi yığım. Niyə göndərsən az Qaziyə? Zaura iPhone-u. Yağlı nəyə quyruq bağlayırsan sən? Niyə? Kim daha bunlar? Nəylərindən qorxursunuz siz bunların? Kim deyə bunlar? Gəlib orada hələ onlarla ayrı söhbət eləyəcəm. Mən prosto toylardan pul qazanmaqdan vaxtım yoxdur. Moskvada 5-ci ev almışam. İndi qaylıqım gəlir yolda. Nə də sənin verilişinə də tüpürüm, sənin proqramına tüpürüm. Nə də? Şəbnəm təzə. Bu da həftəyə bir nömrə dəyişir. Qoy görüm niyə verib? Hansı qreyxi var? Mən niyə vermirəm 1 manat pul bunlara? Hələ pul istəyirəm. Şəbnəm. Baxır bəlkə də mənə. Bir xət düşdü. Bunun neçə nömrəsi var? Qoy görüm məndə. Nə soru eləyəcəm? Hansı aparıcının arvadı göyçəkdir? Yazın görüm. Bezdім ha? Uşağım əllərindən çıxıb gedib xaricə. Ki mama, o cəmiyyətdə yaşama. Vətənimizi istəyən adamıq, dövlətimizi, dövlət başçımızı sevən adamlarıq. Bir cəmiyyətdir ki, adam baxırsan deyirsən, mən bunlarla nə söhbət edeyim mən bunlarla? Məndən çox vətənpərvər xanım yoxdur. Mən dövlətimi, vətənimi sevən insanım. Əxlaqlı, ədəbli insanım mən. Yəqin söndürdü telefonu.
Neçə nömrəsi var, nə bilim. Neyse, niye alırsan ha Şebnem? Zavra telefonu niye alırsan? Niye alırsan Ne qrixin var bunların yanında? Tolik bir belə məsələdə neytral qaldı, bir tərəf qaldı deyə. Tolikə mənim sözüm yoxdur. Hətta hərdən zaman müəyyən şeylərdə fikir yürüdürük. Mənim